Kəm hösələ olma, ay Sədir. Rəhmətli dədən Səttarın görünə and olsun, bu neymətdən dadmasan. Gedən deyiləm. Götür görək. Ha. Ha, dincəldin? İndi sən Allah dur get buradan, bizim işimiz var. Necə deyə? La çaxırdı. Amma keçən dəfə fikrimi demişəm sana. Ağciyər olma Sədir. Cəmaat dağı dağ üstə qoyur bu saat. Ömər oğlu, sözümü qəribliyə salma. Suyumuz bol olsa, heç bilirsən nə bəhər verir bu torpağa? Darıxma İlyas kişi, suyumuz da olacaq. Bax, 3 ildir kolxozumuz dirçəlir yavaş-yavaş. Atalar da deyib, asta gedən, usta gedər. Çox hasta gedirik Sədir. Çox. Sən gəl qolumu çırmala. Əmirsiz, göstərişsiz. Vuran oğul atasına gəlişməz. Bir məsəl də var İlyas kişi, böyük sözünə baxmayan, böyrə-böyrə gedər. Elə vuran, yıxan oğul olmaq istədim bir yol. Yaxşıca böyürtdülər məni. Bir infarkt bəsimdir. Yadındadır, təsərrüfatların birləşdirilməsini mən də əleyhinə idim. Amma əmirdən çıxa bilmədim. Boyun əydim. Sonra məlum oldu ki, bizim yerli şəraitdə bu tədbir özünü doğrultmur. Onda düşdülər mənim üstümə. Niyə? Çünki bir adamı cəzalandırmaq lazım idi. Bəsdir. İkinci infarktda daha mənim tərim yoxdur. Yuxarıdan əmr olar, gözüm üstə. Sən belə üzüm deyirsən, mən lap mandarin əkərəm. Planı da artıqlaması ilə yerinə yetirirəm. Amma əmr olmasa heç vaxt. Xətrivə dəyməsin Sədir. Görürəm yaman qorxursan kölgəndən. Mənim sözüm sözdür. Dərdimizi deməyə bir adam tapılar. İncimə məndən. Demə İlyas tapdadı məni. Salamat qal. Lap Bakıya gedəcək. Gedir geçsin. Baxarıq. Gördün. Bak. Ay gözüme de.